Hər vaxtınız xeyir olsun yoldaşlar. Hər birinizi salamlayıram. Mən Şamxal Sadıqlı. Bugünkü video izahda buraxılış və blok imtahanına hazırlaşan şagirdlər üçün adi və onluq kəsrlərə aid sınaq 2-nin izahına baxacağıq. Bundan əlavə qeyd edirəm ki, sınağın PDF formasının linki rəy bölməsində və rəy bölməsində əlavə olaraq digər platformaların linki var. Həmin platformalara daxil olaraq siz izahlardan, PDF-lərdən, qaydalardan, testlərdən və s. pulsuz şəkildə istifadə edə bilərsiniz. Video izahın sizə faydası varsa, videonu bəyənib, paylaşaraq sizlər də belə deyək, mənə dəstək ola bilərsiniz və kanala abunə olaraq bu cür video izahlardan xəbərdar ola bilərsiniz. Dərslərimizə qoşulmaq və ya dərslər haqqında məlumat almaq üçün ekranda gördüyünüz nömrəyə WhatsApp-da yaza bilərsiniz. Hər birinizə uğurlar. Başlayaq sualların izahına. Birinci sualdan baxırıq. Qeyd edirəm ki, suallar sadə, orta və mürəkkəb olmalıdır. Hər formada sual yerləşdirmişik ki, imtahanda hər cür suala hazır olasınız. Deməli, birinci sualda sadə bir sualdır. 4-də 3 üstəgəl 0,25. Hər birini onluq kəsrə də çevirə bilərsiniz və ya da adi kəsrə də. 0,25. %25 deməkdir. Hər biri 25-ə bölünər. 4-də 1 deməkdir. 4-də 3 üstə 4-də 1. Bu 4-də 4 deməkdir və 4-ü 4-ə bölərək cavabımız edər 1. Yəni C variantı. İkinci sualda 0,12 üstə 0,3 gələrək bu edər. Burada qeyd edək. 0,12 üstə 3 gələndə %15 bölünsün 0,5. Hər biri yüzdə olduğuna görə. Elə 15-i 5-ə böləndə cavabımız edər 3. Yəni D variantı. Üçüncü suala baxsaq. 1,2-də 1. Düzgün olmayan kəsrə çevirirsək 1 üçün 2, üzərinə bir gəndə 3. Yəni 2-də 3 demək. 3-ü də 2-yə böləndə düşər 1,5. 1,5-dən çıxanda 0,4-ün. 5-dən 4-ün çıxanda qalar 1. 1-dən 0-ın çıxanda 1. 1,1. 2,5-də 1-i digər mötərizəyə baxırıq. Düzgün olmayan kəsrə çevirəndə 2, 5-in 10, o da 1, 11. Yəni edər 5-də 11. Vurulsun 11-də 5 və hər biri ixtisar olunar. Yerdə qalar 1. Deməli, bu mötərizənin cavabı etdi 1. Digər tərəfdə isə neçə almışdıq? 1,1. 1,1-i də 1-ə böləndə yenə də cavab 1,1. Yəni B variantı etmiş olar. Dördüncü suala baxırıq. 7-də 3 və 5-də 4 kəsrləri arasında yerləşən və məxrəci 35 olan neçə adi kəsir var? 7-də 3. Qeyd edək 7-də 3 var və 5-də 4 var. Məxrəc 35 olması üçün məxrəcləri yazır 35 və burada yazaq 35. 35-ə gəlməsin 7-ni vurmalıyıq 5-ə. 5-i isə 7-yə. 3 5-in 10-da 15 və 4 7-in bu da edər 28. Yəni 35-də 15 ilə 35-də 28 arasında neçə ədəd var deyəndə? Onda böyükdən kiçiyi çıxarıq. Yəni hansılardır? 35-də 16, 35-də 17 və s. Təbii ki, indi bir-bir yazmayacağıq. 28-dən çıxırıq 15-i. Heç biri aid olmadığına görə bir də əlavə çıxırıq 1-i. 28-dən 15-in çıxanda 13 və 13-dən 1 çıxanda 12. 12 ədəd deməli kəsir varmış. Cavabımız olur C variantı. Keçək növbəti suala. 5-ci suala baxırıq. 5-ci sualda deyir. Turist birinci gün yolun 0,4 hissəsini, ikinci gün isə qalan yolun 5/3 hissəsini getdi. Turistin gedəsi hələ 12 km yolu qaldığı məlum olarsa, bütün yolun uzunluğunu tapın. Müxtəlif cür həll edə bilərik. Yəni ümumi yola x verib, əvvəldən də başlaya bilərik. Daha rahat yolu isə geridən həll etmək. Yəni qalan şərtini görürsə, geridən həll etmək daha sürətli şəkildə. 0,4-ü biz 10-da 4 kimi yazarıq və bu da ixtisar getsə hər biri 2-yə, 5-də 2 deməkdir, düzdürmü? Deməli, geri qayıdaq. Əgər 5-də 3 hissəsini gedibsə, nə qədəsi qalıb? 5-dən 3-ün çıxanda yerdə qalır 5-də 2 hissəsi. Və deyir, daha 12 km getməlidir. Deməli, 5-də 2 hissəsi 12 olan əli tapmaq. 12-ni bölərik 2-yə, vurarıq 5-ə. 6 5-in 30 olar. Yenə geri qayıdırıq. Bizə nə demişdi? 5-də 2-sini gedib, düzdürmü? 5-də 2-sini gedibsə, 5-dən 2-sini çıxanda deyirik ki, 5-də 3-ü qalıb. Qalan nə qədər oldu? 30 biz tapmışıq. Bu səfər isə 5-də 3-ü 30 olan ədəd tapırıq. Hissəsinə görə ədəd tapanda ədədi bölürük sürətinə göstərilən kəs və vururuq məxrəc. 30-u 3-ə böləndə 10, 10-u da 5-ə vuranda cavab edir 50. Yəni ümumi yolun uzunluğu 50 km. Və yaxud da əvvəlcədən ümumi yolu x götürərdiniz. 0,4-ün gəlibsə 0,6-sı qalıb. 0,6-nın təkrar 5-də 3-ün və s. Belə tapa bilərdiniz. Növbəti 6-cı suala baxıraq. 0,4-də 3, üzərinə gəlsin 0,4-də 6 və bölünsün 0,4-də 9.
hadisənin qiymətini hesablayın. Yəni bir dəfəni şifahi şəkildə də yaza bilərsiniz və ya da bir-bir yazaq, açıqlamasını tam aydın olsun. 0,4/3 9/3 deməkdir. Üzərinə gəlsin 0,4/6 9/6 deməkdir və bölünsün 0,4/9 9 ilə 9 deməkdir. 9/3 üstə 9/6 bu gedər 9/9 9/9 ilə 1 deməkdir. Bölünsün 9/9-a eynədə böləndə 1 və ya da burada ixtisar aparırsınız 1-dir, burada ixtisar aparırsınız 1-dir. 1-i 1-ə böləndə yenə cavab 1. Sadə suallardan biridir. Növbəti 7-ci suala baxaq. Bu tip suallarda deməli necə həll edirik? Birinci addım yadda saxlayaq. Aradakı fərq. Birinci addım aradakı fərq. Yəni 1 ilə 3-ün arasında fərq 2-dir. 3 ilə 5 2-dir. 5 ilə 7 2-dir. Yəni ümumiyyətlə hər sualın formada qoyulanların mütləq ki, daha rahat bir yolu olur. O rahat yolu biz həmin o qaydanın hardan gəldiyində görək. Aradakı fərq neçədirsə, ikinci qeyd edək. Fərq qarşıya, yəni mötərizənin qarşısına, kəsr formasında. Fərq 2 olduğuna görə 2-də 1-i çıxardırıq qarşıya. Və onda yerdə nə qalır? Vurulsun. Yazırıq ki, 1-də 1. Toplamadsa biz bunun əksini yazırıq. Artı çıxılsın 3-də 1. Yəni 1-də 1-dən 3-də 1-in çıxanda 3-də 2-si qalar. Və 2-də 1-i 3-də 2-yə varanda 2-lər gedir, yenə cavab 3-də 1 etmiş olur. Üstə gəlsin. Növbətində yazırıq 3-də 1 çıxılsın 5-də 1. Həqiqətən də 3-də 1-dən 5-də 1-in çıxanda qalır 15-də 2 və 2-də 1-i 15-də 2-yə vuranda 2-lər gedir, 15-də 1 qalır. Burada da 3 5-in 15, 15-də 1-dirmi? Bəli. Yəqin artıq hardan gəldiyini bildik. Üstə gəlsin yenə. Üstə gəlsin burada qeyd edirik 5-də 1 çıxılsın 7-də 1 olacaq. Belə davam edəcək və çıxılsın deməli 18-də 1 üzərinə gəlsin 19-da 1 və çıxılsın olacaq 21-də 1. Və indi burada deməli 3-də 1 mənfi, 3-də 1 müsbət. Baxın belə göstərirəm. Mənfi, müsbət. 5-də 1 mənfi, 5-də 1 müsbət. 7-də 1 mənfi. Bunun müsbəti də həmin bu nöqtə qoyulan hissələrdə nedir? Davam etmiş olur. Ona görə mənfi müsbət olanları biz islah edirik və yerdə nə qalır? Sonuncu ədəd qalır, yəni sonuncu qaldı. Deməli 21-də 1. Yəni oldu 2-də 1 vurulsun 1, 1-də 1 1 deməkdir. 1 çıx 21-də 1. Bunu da yazsaq olacaq 2-də 1 vurulsun. 1-dən 21-də 1-in çıxanda 21-dən 1-in çıxanda 20. Yəni 21-də 20 qalır. 2 ilə 20 ixtisar gedər. Bu da bərabər olar 21-də 10-a. Yəni cavabımız olar B variantı. Güman edirəm qaydanı qeyd etdiniz və qaydanın hardan gəldiyini də gördünüz. Keçək növbəti 8-ci suala baxaq. 8-ci sual sadə bir sualdır. 0,4 hissəsi 12 olan ədədi tapın. Hissəsinə görə də tapanda 0,4-ü 10-da 4 kimi yazarıq. 12. Dedik ki, ədədi bölürük sürətinə, həmin kəsi. Vururuq məxrəc. 4 yazmalıyıq, daha doğrusu üzülürsə. 12-ni böləndə 4-ə düşür 3. 3 10-a vuranda 30. Yəni cavabımız edir A variantı. Keçək növbəti suala. 9-cu suala baxırıq. 9-cu sualda 2,3-də 1 vur 0,6. 2-ni 3-ə vurarıq. 6 üzərinə 1 gəndə 7. Biz bunu belə yaza bilərik. 3-də 7 vurulsun. 0,6-nı 10-da 6 kimi yaza bilərik. Və çıxılsın 1,10-da 2. Biz bunu 10-da 12 kimi yaza bilərikmi? Bəli. Bölünsün. 1,4-də 1. 1 4-ün 4, o da 1, 5. Və yaxud da bunu onluq kəsr kimi yaza bilərsiniz. Heç bir fərqi yoxdur. Yəni olacaq 4-də 5. 0 tam, daha doğrusu 2 tam %25. 2 tam onda 5. 2 tam onda 5. Onda 25 demək. Bölmə əməlində isə, çünki bölü baxın burada qeyd edirəm. Böləndə nə olurdu? Böləndə, yəni hər hansısa bir kəsri və yaxud da hər hansısa bir ədəd kəsrə bölürük. Əksinə vurma olur. Vurma olandan sonra isə məxrəc sürətə, sürət məxrəcə qalxır. Yəni 25 düşəcək aşağı 25, vur 10 olmuş olur. Yəni 25-də 10. Vurulsun 25-də 10 kimi yazır. Bu da bərabərdir. Və burada ixtisarı yaparsaq 3 ilə 6 3-ə bölünər, burada qalar 2. 7 2 edər 14. Yəni
artıq olar 10-da 14. Çıxılsın 10-da 12. 10-da 14-dən 12-sini çıxanda 2 edir. 10-da 2 qalır yerdə. 10-da 2 də 2-yə bölünər 5-də 1. Yəni sürəti artıq etdi. Kəsrin 5-də 1. Məxrəcə baxaq. 25 ilə 5 getdi 5-ə. Burada 5 qalar. 5 ilə 10 ixtisar edər 2 qalar. 2 ilə də 4 ixtisar edər. Burada 2 qalmış olar. Yəni 5-də 1 bölünsün 2-də 1 olacaq. Bu da bərabərdir. 5-də 1, belə göstərə bir daha, böl 2-də 1. Bu da əksinə 5-də 1 vur 1-də 2 deməkdir. Bu da bərabərdir. 5-də 2 və onluq kəsr şəklində yazsaq, bir dənə 0 atarıq. 20-ni böləndə 5-ə 4, yəni 0,4 deməkdir. Cavab olur B variantı. Keçək növbəti suala. 10-cu suala baxırıq. Bu tip suallarda, ümumiyyətlə tək bu suallarda yox, hansı sual olursa olsun, istəyir riyaziyyat, fizika və s. yəni hesablanmalı bir sual varsa, yəni suala baxan kimi çətin gəlməyi və yaxud da sualın qəliz görsənməyi normaldır. Ən gözəl variant, yəni hər hansı bir çətinliyi aradan qaldırmaq üçün mütləq başlamaq lazımdır. Ən azı bu mötərizədəki olan ifadələri hesablaya bilirik, düzdürmü? Yəni 1-dən 2-də 1-in çıxanda yerdə nə qalır? 2-də 1. Yazın. 1-dən 3-də 1-in çıxanda 3-dən 1-in qalır yerdə nə? 3-də 2. 4-dən 1-in çıxanda, yəni 1 çıxılsın 4-də 1 artıq 4-də 4 çıxılsın 4-də 1 deməkdir. 4-də 3-ü qalır. Belə davam edir də. Məsələn, növbəti artıq 1 çıxılsın 5-də 1 deməkdir. 5-dən 1-in çıxırsınız 5-də 4. Növbəti həmin bu nöqtələrin yerinə 1 çıxılsın 6-da 1 deməkdir. 1-dən 6-da 1-in çıxanda, 6-dan 1-in çıxanda 6-da 5 vur, 6-da 5. Yəni belə nə edir bu? Davam etmiş olur. Və 1-dən də 50-də 1-in çıxanda yerdə qalır 50-də 49. Və sonra baxın, fikir versəniz, çarpaz şəkildə, yəni maylı xətt ilə baxsaq, bu ikilər bir-biri ilə ixtisar olur. 3-lər də ixtisar, 4-lər də, 5-lər də belə davam edir. Həmin bu 49 da bu nöqtələrin yerində yazılanda 49-da ilə 48 axı. Bu da nə olmuş olur? İxtisar olmuş olur. Nə qalır? Birincisində deməli, sürətdə qaldı 1, sonuncusunda isə məxrəcdə qaldı 50. Yəni 1/50 cavabımız olur 50-də 1 C variantı. Güman edirəm ki, aydın olmuş oldu. Növbəti 11-ci suala baxaq. 11-ci sualda deməli, A bölünsün B bərabərdir 4-də 3 ifadə verib, AB hasilini bizdən soruşur. Əgər 4-də 3-dürsə, bir dəfəlikdə çarpaz vuraq. Çarpaz vurandan sonra yenə də həmin şey olacaq. Yenə də k ilə əvəz etmə. Və daha rahat yolu budur. Baxın, A-nı B-yə bölüb, bu bərabərdir 3 bölünsün 4-ə. Müəyyən bir ixtisarlar gedib də. Biz onda elə A-nın yerinə, baxın burada yazaq. A bölünsün B bərabərdir 3 bölünsün 4. A-nın yerinə elə bir dəfəlik deyərək ki, 3K, B-nin də yerinə deyərik 4K. Yəni 3K böl 4K. K-lar ixtisar edir və 4-də 3 qalır. Eynidirmi? Eynidir. Yəqin ki, fikrim aydın oldu. Və əlavə nə verib bizə? Verib ki, 2A üzərinə gəlsin B bərabər 20. Onda olacaq 2 vurulsun. A-nın yerinə nə yazacağıq? 3K. 2 vur 3 K-ya üzərinə gəl. B-nin yerinə 4K bərabər 20. 2 3-ün 6, o da 4. 10. 10K bərabər 20. 20-ni 10-a böləndə K bərabər olur 2-yə. K-nı tapdıq 2. Onda deməli A 3K-ya bərabərdir. K-nın yerinə 2 yazsaq 3 2-ni 6. B isə 4K idi. 4 2-nin 8. Bizdən deyir hasilini tapın. 6 vur 8. O da edər 48. C variantı. Növbəti 12-ci suala baxaq. Ekranı silək. Aha. 12-ci sualda 2 tam 10-da 3 dövrdə 45. Sonsuz dövr onluq kəsirini adi kəsirə çevirin. Çevirək, bərabərdir. 2 tam olduğu kimi yerində qalır. Və dedik ki, dövrdə göstərilən rəqəmlərin sayı qədər nələr yazılmalıdır? 9-lar, yəni nə qədərdirsə belə göstərin. Və ümumi üstəki ifadə tam yazılır. Buradakı ifadə tam yazılır. Baxın, belə bir şey göstərim. Məsələn, yazıram A tam, dövrdə tutaq ki, B, daha doğrusu A tam 10-da B, dövrdə məsələn MK. Təbii ki, 3 rəqəmli, 4 rəqəmli və s. müxtəlif ola bilər. A tam olduğu kimi qalır. Bunlara 9-lar yazırsınız. Yəni 9, 9 və buradakı rəqəm sayı qədər 0 yazılır. 0. Üstdə isə
I-M-K. Bir dəfəlik həmin ədəddən çıxırsınız bunu. Və burada davam etsək onda olacaq. 9, 9. 45 2-yə rəqəm olduğuna 2 dənə 9. 3. Bir dənə rəqəm var, deməli tamla dövr arasında. Bir dənə 0 yazırıq. Üstə olur 345. Çıxılsın nə? 3 yazırıq. 3. Bu da bərabər. Bunun ardını burada yazaq. Olacaq 2 tam 990-da 342. Hər bir ixtisar gedər deməli nələrə? 9-a bölə bilərəmi? Bəli. 9-a bölək, sonra görək nə göstərir. 2 tam öz yerində. Böl 9, böl 9. 34-ün içinə 9 3 dəfə 27. 7 qaldı 72, 8. 38, 9-a böləndə 110. İkisi də cütdür, 2-yə bölünür, böl 2-yə. Bu da bərabər olar 2 tam, 112-yə böləndə 55. 38-i 2-yə böləndə 19. Cavabımız etdi 2 tam, 55-də 19, yəni elə A variantı. Güman edirəm ki, aydın olmuş olar. Keçək növbəti 13-cü suala baxaq. 13-cü sualdan. Yazıb 3,2 vur 0,25 və çıxılsın 0,8. Biz belə daha rahat necə yazarıq? 3,2 vurulsun. Onluq kəsir formasını dilə saxlayarıq. 0,25 %25 demək. Bu da ixtisar gedər neçə deməkdir? 4də 1 demək. 3,2-ni vuranda 4də 1-ə 32-ni 4-ə böləndə 8, yəni 0,8 qalmış olur. Kəsirin sürətində nə oldu? Həmin bu ifadə 0,8 etdi. 0,8 çıx 0,8. Aşağısında hər nəysə. 0,8-dən 0,8 çıxanda nə qalır yerində? 0 qalır. 0-ı da təbii ki, riyaziyyatı tərsə bir dənə 0-a bölmək yoxdur. Aşağıda məxrəcə 0 alıb. 0 amma hər hansı bir ədədə böləndə cavabı yenə nə etmiş olur? 0 etmiş olur, yəni A variantı. Keçək növbəti suala. 14-cü suala baxırıq. Qeyd edib ki, 15-də 7 kəsirin sürət və məxrəcindən hansı eyni ədəd çıxsa 3də 1 alınır. Hansı eyni ədəd çıxsa deyil, həmin ədədi bilmirik. Bilsə onsuz nə mənası? Çıxılsın x. Çıx x. Və sonda nə yaranır? 3də 1 yaranır. Və kəsirlər düz mütənasib olduğuna, yəni kəsirlər necə vura bilirik? Çarpaz şəkildir. Yəni 3 vurulsun 7 çıxılsın x bərabər olur. 1 vurulsun 15 çıxılsın x. 3 7-ni 21 çıx 3x, biri də hər hansı bir ədədə vuranda həmin ədədin özü. 15-i sola keçirəndə 21 çıx 15, mənfi x olduğu kimi işarəsi ilə birləşdi. Yerində qaldı. Mənfi 3x sağa keçəndə isə toplamı olur. 21-dən 15-in çıxanda yerdə qalır 6. Bərabər böyükdən kiçik çıxıb böyüyün işarəsini yazırıq. 3-dən 1 2 işarəsi müsbət. 2x. 6-nı da 2-yə böləndə x bərabər olur 3-ə. Yəni hansı ədədin çıxdıqda 3 ədədin çıxdıqda. Həqiqətən də çıx 3, çıx 3. 7-dən 3-ün çıxanda 4, 15-dən 3 12. 12-də 4 hər biri də 4-ə bölünər, 3də 1 alınmış olar. Böyük bir əjdaha boyda çətin bir sualın isbatını da yazmış olduq. Növbəti 15-ci suala baxaq. Kəsirlər verib, ədədlərini artan sıra ilə düzün. Ümumiyyətlə, kəsirlər arasında birinci fərqə baxın. Məxrəc ilə sürət. Fərq neçədir? 12-dən 11-in çıxanda 1. 14-dən 13-ün çıxanda 1. 16-dan 15-in çıxanda 1. Fərqlər eynidirsə, yəni 1 vahid, 2 vahid, 7 vahid fərq yoxdur. Eyni vahid kəsirlər arasında fərq varsa, yəni məxrəc və sürətləri arasında, böyük ədədlərlə ifadə olunan böyükdür, kiçik ədədlərlə ifadə olunan kiçikdir. Yəni kiçik ədədlər 12 ilə 11-dir. Deməli, ən kiçiyi A-dır. Sonra A kiçikdir B-dən, B də kiçikdir C-dən. Bəs bunu başqa yolla necə göstərə bilərik? A-da göstərmişdik ki, A 12-də 11 idi. Biz 12-də 11 olan hissəni belə yazarıq. Bərabərdir 1 çıx neçə kimi? 12-də 1 kimi. 1-dən 12-də 1-in çıxanda 12-də 11 qalarmı? Bəli. B-ni necə yazacağıq? 1 çıx 14-də neçə kimi? 1 kimi. Sonra C-də necə yazarıq? C bərabərdir 1 çıx 16-da 10 daha doğrusu 15-in çıxanda 1 qalacaq. 16-da 1 kimi. Həqiqətən də 1-dən 12-də 1-in çıxanda 12-də 11, 1-dən 14-də 1-in çıxanda 14-də 13 və yaxud da 16-da 15, 1-dən 16-da 1-in çıxanda. Yəqin ki, bu aydındır. Və necə? Biz artıq burada nə görürük? Hər birinin sürəti, kəsirlərin sürəti neçədir? 1-dir. 1-dir və 1-dir. Sürətləri eyni olan kəsirdə məxrəci kiçik olan böyükdür, böyük olan isə kiçikdir.
1 ədədindən təsəvvürünüzə gətirin belə bir şey deyir. 1 manatımız var. Baxın bu əsl təkcə kəsrlərə baxsaq böyük olan budur, düzdürmü? Amma 1 manatdan böyük pul çıxanda yerdə nə qalır? Az qalır. Amma 1 manatdan kiçik pul çıxanda isə nə qalır? Çox qalır. Ona görə həmin bu fərq oradan yaranmış olur. A içində ən kiçikləri olur, sonra B, sonra isə C. Bunu da göstərdik ki, əzbərə şəkildə yox, ümumi müxtəlif yollar və hardan gəldiyini görə bilək. Neysə, qapalı sualları bitirdik. Cavabımız oldu 15-ə də A variantı. Keçək artıq açıq tipli suallara. 16-cı suala baxaq. 16-cı sualda burada da qeyd edək 0,8-i bölüb 0,4-ə, üzərinə gəlib 1,2 bölüb 0,3-ə və çıxıb 5,5 bölünsün 0,5-ə bərabərdir. Müxtəlif cür həll edə bilərsiniz. Təbii ki, daha rahat yolu hər birini 100-ə vuraram, vergüldən itsin. Vergül getdi, 0 getdi, 8 vur ona 80 deməkdir. 100-ə vuranda vergül 2 vahid sağa gəldi, 4 qaldı. 80 böl 4 hesab edir 20. Üstə gəlsin. 100-ə vurduq. Vergül getdi, 1 0 getdi. 12-ni ona vuranda 120. 100-ə vuranda artıq 3-dür axı. Təkcə nə qaldı? 3 qaldı. 120-ni böldünüz 3-ə. Yerdə neçə qalır? 120 bölünsün 3, bu da eləyir 40. Üzərinə gəlsin, daha doğrusu çıxılsın. Hər biri 10-dadır deyibən, 10-a vuranda daha rahat olur. Vergül getdi, 0 getdi və vergül getdi. 55-i də böləndə 5-ə düşür, 11. 20 üstə 40, 60, 60-dan da 11-in çıxanda yerdə qalır 49. Yəni cavabımız etdi 49, 16-cı sualdır. Növbəti 17-ci suala baxaq. Bir də məsələn ola bilər ki, siz yazdığınız yol müxtəlif, fərqli yoldur, başqa yoldur. Amma mən burada başqa cür izah edirəm, fərqli yolla. Onsuz bir çox sualın bir neçə cür hər yolu var. Düşünməyin ki, müəllim orada hər hansı bir texniki səhv edir və yaxud da mən hesablamada yolum düzgün deyil, elə bir şey yoxdur. Yəni müxtəlif cür hesablaya bilərik. Əsas odur, cavablarımız hər zaman eyni olmuş olsun. Növbəti 17-ci suala baxırıq. Yenə də ifadəsini hesablayın deyir bizə. Onda yazarıq 2,5 mötərizənin içini şifahi hesablayın. 8-dən 3-ün çıxanda 5, yəni elə 0,5 deməkdir. Vur 0,5-ə. Üzərinə gəl 1,25 və bölünsün nəyə? 0,5-ə. Bərabərdir. 2,5-i 0,5-ə vuranda. 25-i 5-ə vuranda bu edir 125. Vergüldən sağa 1, 2-dən rəqəm var. 2 dənəsini ayıranda edir 1,25. 1,25 üstə gəl 1,25 böl 0,5. 25, 25, 50, 2,50. Yəni 2,50 ilə 2,5 demək. Və yaxud da sonsuz sayda 0 yazsınız, bir mənası yoxdur. Bölünsün 0,5-ə. Hər birin 10-a vuranda 10-da olduğuna görə vergüllər gedər. Bu da 25 bölünsün 5. 25 ilə 5-ə bölürük. Cavab edir elə 5. 17-ci suallara cavabımız oldu 5. Keçək növbəti suala. 18-ci suala baxırıq. 8-də 3 hissəsi ilə 4-də 1 hissəsinin fərqi 12 olan ədədi tapın. Nə deyir bizdə ona? Ədəd x-dir. 8-də 3 hissəsi 8-də 3x etmiş olur. Çıxılsın 4-də 1-i də 4-də 1x və bərabər neçəyə? 12. 8 və 4 üçün orta məxrəc ilə 8-in özüdür. 4 8-ə gəlməsini 2-yə vurmalıyıq. 1, 2-nin 2. 3-dən 2-sini çıxanda yerdə qalır 1, yəni 8-də 1x bərabər 12. Hissəsinə görə də tapanda x bərabərdir 12 böl 1-ə vur 8-ə, cavab edir 96. 96 18-ci sualın cavabı. Növbəti 19-cu suala baxaq. 19-da yenə hesab əməlidir. 2,4-də 3, 2 4-ü 8, üzərinə 3 gəndə 11. Biz bunu 4-də 11 bölünsün 1,1 10-da 11 deməkdir. Böləndə əksinə deyirik nə olur yoldaşlar? Vurulsun sürət məxrəcə, məxrəc sürət. 11-də 10. Vurulsun artıq 11-də 10 olacaq. Üzərinə gəlsin. 3,3-də 1, 3-ün 9, o da 1, 10. 3-də 10. Vurulsun 0,10-da 3-ü 10-da 3 kimi yazırıq. Və bu da bölünsün 2-də 1. Bölünsün 2-də 1 əksinə vurulsun 1-də 2 deməkdir. Yəni vurulsun 1-də 2.
Bir də 2-ni elə 2 kimi də yaza bilərik. İndi burada nə edək? İxtisarları yaparaq 11-lər gedər. Sonra burada 10 və 4. Hər bir ixtisar gedər nəyə? 2-yə ixtisar gedər 5, 2-yə 2. 5-i 2-yə böləndə bir dəfəni yazaq. 2,5 qalar. Üzərin gəlsin. 3-lər ixtisar getdi, onlar getdi, yerdə sadəcə 1 qaldı. Üzərin gəl 1 və vurulsun 2-yə. 1 də 2 ilə 2 deməkdir. 3,5 edər, 2,5 üstə 1. Vuranda 2-yə cavab edər 7 tam. Yəni 3 manat 50 qəpik üstə 3 manat 50 qəpik. 7 manat deməkdir. Yəni 19 lira cavabımız oldu 7. Növbəti 20-ci suala baxaq. 20-ci sualda 0 dövrdə 6. 9-da 6 deməkdir. Başqa rənglə yazaq. 9-da 6. Üzərinə gəl 0 dövrdə 3. 9-da 3 deməkdir. 9-da 6 üstə 9-da 3. 9-da 9. 9-da 9-a böləndə 1 deməkdir. Yəni artıq bu kəsirin sürətinə bir dəfəni 1 yazır. Keçdik məxrəcinə. 1,5-i 10-da 15 kimi yazıram. Vurulsun 0 dövrdə 2, 9-da 2 deməkdir. İxtisarları yaparaq buradan. 2 ilə 10 ixtisar edər 2-yə 5 qalar. 5 ilə 15 ixtisar edər 3 qalar. 3 ilə də 9 ixtisar edər 3 qalar. Yəni bu oldu 1 bölünsün. Sürətdə qaldı 1, məxrəcdə isə 3. Bu da bərabərdir. Nə qaldı ümumi kəsirin sürətində, yəni böyük kəsirin sürətində 1 bölünsün. Məxrəcində nə qalıb? 3-də 1. 3-də 1. Onda olacaq 1 vurulsun. Sürət məxrəcə, məxrəc sürət. 1 də vuranda 1 də 3-ə cavab edər 3. Yəni 20-ci sualda cavabımız oldu 3. Keçək növbəti suala. 21-ci suala baxırıq. 2 fəhlə işi 6 saata yerinə yetirir. Birinci fəhlə təhlikdə həmin işi ikinci fəhlədən 5 saat gec yerinə yetirərsə, birinci fəhlə işi neçə saata yerinə yetirər? Ümumiyyətlə, eyni iş qaydası üçün eyni iş. Yəni ikisi də birlikdə. Birlik yazaq. Hasilləri, hasil, böl, cəm qaydasıdır. Yəni, birinin belə qeyd edək, iş görmə sürətini x götürsək, daha doğrusu vaxtın, digəri ondan 5 saat gec, x plus 5. Niyə plus? Gec deyəndə bəzən burada çıxma yazırlar. Gec nə deməkdir? Məsələn, mən bir işi 3 saata görürəm. Siz və yaxud da hər hansısa biri, siz deyəndə deyəcək mən niyə? Hər qulaq aslan. Hər hansısa biri, Vəli, Pirvəli, Əli, məndən 5 saat gec görürsə, 3 üstə 5, yəni artıq o 8 saata görür. Ona görə plus 5 yazır. Yəni artıq hasilləri x vurulsun x plus 5 bölünsün cəmlərini x üzərinə gəlsin x plus 5. Və bu da bərabərdir neçə saat? 6 saat. Bu yol sizə fərqli gəlməsin. Bəlkə ola bilər ki, bir çoxunuz alışıb ki, ümumi x saata görmürdü biri. 1 saat hansı hissəsi? X-da 1. Üzərinə gəlsin. Biri ümumi işi x plus 5 saata gördü. 1 saat x plus 5-də 1-i. Düzdürmü? Bərabərdir. İkisi bir işi 6 saata görürmü? 1 saat hansı hissəsi? 6-da 1. Deyirəm, yaxşı, hesablayaq. Hesablayanda bu tərəfi x plus 5-ə vurmalıyıq. Bu tərəfi x-ə vurmalıyıq. Düzdürmü? Artıq məxrəc olur x vurulsun x plus 5. Sürət isə olur x plus 5. Üzərinə gəlinəm x bərabərdir 6-da 1. Çarpaz şəkildə vuranda, 1-i vuranda, bunu da vurub açaq. X kvadratı üzərinə gəl 5x olacaq. Bərabərdir 6-nı bura vuranda isə. Bu ifadə 2x plus 5 deməkdir. 2-dən x olduğunu. 6-nı 2-yə vuranda 12x, 6-nı 5-ə vuranda 30 olur. Həmin bu ifadə ilə burada deyilmi? Yəni onsuz vuranda həmin şeyi alacaqdıq. Bəli. Ona görə daha rahat formasında deyirik. İş məsələlərində eyni işi görürlərsə bir işdə. Hasillər böl cəm. Bu qədər sadə. Sadədən yəni daha da sadələşdirilmiş hala gətirmiş. İndi burada x kvadratı üzərinə gəl 5x, 12x-i sola keçirdərik, çıx 12x, çıx 30 olar. Bərabərin sağında böyük bir 0 qalmış olar. Buradan ardın davam edək. Orada x kvadratı. Müsbət 5, mənfi 12. 12-dən 5-in çıxanda çıx 7x, çıx 30. Bərabər 0 olur. Diskriminantla və s. həll edə bilərik və yaxud da deməli, hasilləri 30, cəmləri isə 7, 10 və 3, deməli, böyük olan mənfi olmalıdır. Yəni, x çıx 10, x çıx 3-ə vuranda bu ifadə yaranır. Bəli, daha doğrusu x plus 3-ə, üzrlüsən, plus 3-ə vuranda. Onlar üçün çıxanda mənfi 7, mənfi 10-da müsbət 3-ə vuranda mənfi 30. Bəli.
Hasillər sıfırdırsa hər biri sıfıra bərabər olmalıdır. X çıx 10 bərabər sıfıra. Buradan x bərabər olur 10-a və x plus 3 bərabər sıfıra, x bərabər olur -3-ə. Zamandan söhbət gedirsə -3-ü götürə bilmirik. X-i tapdıq 10. Birinci və ikincisi var. Deməli biri ümumi 10 saata, çünki x 10-udur. Digəri 10 üstəgəlsin 5, belə qeyd edək. 10 saat, digəri isə 15. Bizdən birinci fəhləni soruşurdu. Birinci fəhlə təkcə kişi, ikinci fəhlədən 5 saat gec. Daha doğrusu gec görən birinci fəhlədir. Bunu 2-yə edək. Gec görən birinci fəhlədir. Yəni 5 saat daha gec görürsə, birinci fəhlə cavabımız olur 15. 21-ci sual. Güman edirəm, aydın olmuş olar. Olmasa təkrar qulaq asın. Olmasa yenə təkrar, yenə təkrar. Qaydaları təkrarlayın ki, aydın olsun. Növbəti 22-ci suala baxaq. 22-ci sualımız maraqlı suallardan biridir. Bu sualı iki cür həll yolu ilə qeyd edəcəyik. Birinci ümumi bir çoxumuzun bəlkə də gördüyü həll yoludur. İkincisi isə düşünürəm daha sadə olmuş olacaq. Sadəcə ikisini də göstərərəm ki, qaranlıq qalmasın. Bizə deyir, B ekranı bağlı olduqda A ekranı boş hissəni 6 saata doldurur. B ekranı, baxın, buranı bağlayırıq, yəqin ki, aydın. Və bu 6 saata doldurur. Sonra isə B ekranı açıq olduqda isə birinci hissəndəki suyun səviyyəsi B ekranı ilə eyni səviyyə çatdıqdan sonra suyu ikinci hissənə ötürərək onu 8 saata doldurur. B ekranı çənin düz ortasında, baxın, görürsünüz buradan, çənin düz ortasıdır, buranın ortası, ortasında. Və harada qalmışdıq? Düz ortasında və ikinci çənin üstündə quraşdırılmışdır. Çənlərin tutumları eyni olarsa, ikinci çən dolan an birinci çənin hansı hissəsi boş qalacaq? Belə oxuyanda bəlkə də biraz qəliz kimi görsənir. Bizdə də nələri bildik? Çənlərin deyək ki, həcmləri eynidir. Onda deyirik ki, V həcmi V ilə işarə edilir. V bura qədər olsa, bunun da həcmi V olmuş olacaq. 6 saata dolursa, A üçün yazaq. Onda A-ya hər saatda V bölünsün 6 qədər su daxil olur. B digər ikincisi üçün isə B üçün yazaq, yəni B-dən gedən. AB yazın, elə birinci, ikinci yazsaq daha aydın olsun. Birinci və ikinci. Digərində isə V bölünsün 8 saata dolursa, hər saatda V bölünsün 8 qədər su gedir. Və indi bizə nədir? Sonra bilməliyik ki, yarı söhbəti var, yarısı qədər. Əgər bunun yarı olan hissəyə qədər dolacaqsa, bax, buradan bura olan hissəyə qədər. Bunun ümumi görək ki, yarısı nə qədərdir, düzdürmü? Onda V bölünsün 6-dan. Çıxanda V bölünsün 8-in nə qədər çox olduğu tapsaq. Bu deyir 24-də 4-ə vurmalıyıq, 3-ə vurmalıyıq. 24-də V. Düzdürmü? Yəni hər saatda digərində 24-də 1-i qədər nə olmuş olur? Su toplanır. Yəni 24-də 1 qədər. Sonra isə ümumi deyir ki, 8 saata dolurdu axı. Onda 8-i vursaq V bölünsün 24-ə. Bu da edəcək neçə? 8-in 24 ixtisar etsə V bölünsün 3. Bura qədər də yəqin ki, fikrim aydındır. Bu isə deyir bunun yarısı idi axı. Yarısı. Bax, buradan bura olan hissə dolur. Dolandan sonra bu tərəfə su gəlir. Yəni yarısı deyəndə artıq biz V bölünsün 2-də. Digərində isə V bölünsün 3 qədər. Üzərinə gəlsək, bir də əlavə burada V bölünsün 3 qədər su əlavə olunmuşdur. V bölünsün 3-ü gəlir. Toplayanda bunlar üçün orta məxrəc 6, 2, 3-ə vurarıq, buranı isə 2-yə. 3 üstə 2, 6-da 5 V. Yəni 6-da 5 hissəsi, bax bu hissənin 6-da 5 hissəsi nə olmuş oldu? Doldu. Bəs hansı hissəsi boş qalar? 6-da 5-i doludursa, deməli 6-dan 5-in çıxanda 6-da 1-i nə olur? Boş olmuş olur. Yəni bu kəsrlə həll yoludur. İndi isə daha sadə həll yolu ilə necə həll edək? Ümumiyyətlə, iş hovuz məsələləri gedir bunlar və yaxud da xəyali ədəd məsələləri də gedir. İş hovuz məsələlərinə aid qaydalar olsun, nümunə çoxlu sayda üstəlik qeyd edək. Ümumiyyətlə, iş məsələləri, iş hovuz məsələləri YouTube kanalımda var. Yəni, elə YouTube kanalında Şamxal Sadıqlı iş məsələləri və yaxud da iş hovuz məsələləri yazsaz, hər yollarını görəcəksiniz. Güman edirəm, əgər iş hovuz məsələsinə aid çətinlik yaşayırsınızsa, çətinliyi aradan qalxmış olacaq. Aha, deməli,
sadə yolla keçdik. İkinci yol. İkinci yol məncə siz üçün daha rahat olmuş olar. Həcmləri eyni deyilmiydi? 8-ə və 6-ya bölünən hər birinin həcmini deyirik 24 olsun və 24 olsun. Hər birinin həcmi dedim 24. 6 saata dolursa, birincisi onda 24 böl 6. Hər saatda 4 litr su gedir. Digəri isə 8 saata dolurdaq. Onda olacaq 24 böl 8-ə hər saatda 3 litr su gedir. Ora qədər yəqin aydındırmı? Aydındır. Birinci nə olmalıdır? Birinci deyirsiniz ki, müəllim, həmin bu ikinci kran var, bax buradakı hissəyə. Buna su gəlməsi üçün bu birincisi mütləq bu yarıya qədər olan hissə dolmalıdır. Çünki buradan krandan su gəlir. Yarıdan sonra. Bu dolmasa su bir dəfənə gələ bilməz. Bu hissə nə olmalıdır? Həmin hissə dolmalıdır. Həmin hissədə nə qədərsidir? 24 deyildi ümumi. Yarıdan qoyulmuşdu. Tən yarısından, ortasından, düz ortasından. 24-ün yarısı, yəni 24 bölü 2, 12. Yəni mütləq bunun 12 litri nə olmalıdır? Dolmalıdır. Bura qədər də yəqin fikrim aydındır. Ümumi neçə saata dolub deyir? 8 saat. Deyirsiniz ki, müəllim, o su birinci A-dan gələn, yəni A krantından gələn birinci çənə daxil olub sonra ikinciyə getməlidir. Və 8 saat birinci çənə hər saatda nə qədər su daxil ola bilir? 4 litr. 8 saata 8 vur 4-ə. Bu edir nə qədər? 32. Düzdürmü? Təbii ki, onsuz tutum 32 deyil bu heç. Həmin bu 32 litr nə edib? Bu ikincisini tam doldurub. Yəni 24 litri buradadır. Onda 32 litrdən çıxanda 24 litri. Yerdə nə qədər qalır? Yerdə qalır 8 litr. Yəni bu 8 litr sadəcə A-ya, A deyəndə yəni birinci kran əlavə olunubdur. Hansı vaxtdan sonra? Bu 12 litr mütləq, yəni yarısı dolandan sonra. Deməli 12 mütləq içində olmalıydı. Çünki yarı dolmalıydı, sonra bu hadisə baş vermədi. Və 8 də ikinci çəni doldurandan sonra 8 də özü üçün saxladı. Yəni birinci çənə doldu. 12 üstə 8 bu edir nə qədər? 20 litr. Nə oldu? Doldu. Nə qədərsə doldu? 8 də buradan əlavə olundu. 8-i bir dənə yazsaq, sonra küçüb incəyəcək biz. 8 litr də buradan. 12 litr buradan, 8 də buradan. Cəmi nə qədər eləyir? 12 üstə 8 dedik ki, 20 litr. Doldu. Boş qalan hissə nə qədərdir? Xəyali olaraq neçə götürmüşdü? 24. 24-ün 20-si dolubsa, nə qədərsi boşdur? 4 litrlik hissə boşdur. Bəs 4 24-ün hansı hissəsidir? İxtisar getdi cavab yenə 6-da 1. Güman edirəm bu yolda aydın olmuş oldu. Ekran silincə bir daha şifahidir. Necə etdik? Xəyaliyədədir 24 götürdük. 24'ü 6'ya böldük. 4 düşdü. 8'e böldük. 3 düşdü. Yəni əslində 8'e bölməyə ehtiyac yoxdur. Məsələn, bu artıq hissədir. Bunu silim daha aydın görsəniz. 4 düşdü. Və 8 saat ərzində nə qədər olmalıdır? 4'ü vurduq 8'ə 32 litr etdi. 32 litrin 24 litri buradadırsa, yerdə nə qədərsi qaldı? 24'ün çıxdı. 8'i qaldı. Mütləq bu yarıya qədər dolmalıdır. Sonra ikinci çənə su getməlidir. Bunun da yarısı dedik 24 götürmüşdük. Yarısı 12 litrdir. 8 də qalmışdı. 8 də buradan əlavə olunur. 12 8. 20'si doldu. 4'ü boş qaldı. 24'də də 4 6'da 1 oldu. Yəqin daha aydındır. Keçək növbəti suala. 23-cü suala baxırıq. 23-də ailə aylıq gəlirinin 3/1 hissəsini kirəyə, 5-də 2 hissəsini ərzağa xərclədi. Qalan 240 manat pulunu qənaət etdiyinə görə ailənin aylıq ümumi gəliri neçə manatdır? Ümumi pulu nə qədərdir bilmirik. X-ını ifadə edək. 3/1-i 3/1 X edir və 5-də 2-si də 5-də 2X. Qalan şərti olsaydı 3/1-ini çıxardıq, sonra qalanın 5-də X. Qalan şərti yoxdursa, nə deyirsə həmin kəsirin özü. Ümumi görək nə qədər xərclədi? 3/1 üstə 5-də 2 gələndə, bunlar üçün ortaq məxrəc 15-dir. 15-ə gəlməsi üçün 5-ə və 3-ə vurmaq. 1 5-in 5, 2 3-ün 6. 5 üstə 6, bu deyilir 11. 15'də 11 hissəsini xərclədi. 240 manat qalan puldur. Onda biz xərclənə yox, bax xərcdir. Bizə nə lazımdır? Qalanı tapaq. Qalan. 15'də 11'in çıxanda, yəni 15-dən 11'in çıxanda qalan nə qədər olur? Şifa yazaqda 15'də 4 hissəsi də qalan olur. Həm də deyir qalan 240. Bunda hissəsinə görə də 240 böl 4-ə vur 15. 240-ı 4-ə böləndə 60, 60-ı 15-ə vuranda 900. Yəni
Ailənin aylıq ümumi gəri nə qədərdir? Ümumi gəri 900 manat. Cavabımız olur 23-cü sualda 900. Növbəti suala baxaq. 24-cü suala baxırıq. 24-cü sualda B-də A üzərinə A-da B gəlib və 3-ə bərabər ifadənin qiymətini soruşur. Birinci burada veriləni hesablayaq. Bunlar üçün ortaq məxrəc, deməli, A-nı B-yə, B-ni A-ya vurmalıyıq. Onda olacaq, məxrəc üçün yazsaq, məxrəc olacaq ikisi içində AB, bu tərəfə A-ya vurduq, daha doğrusu bu tərəfə isə B. A-nı A-ya vuranda olur A kvadratı, üzərinə gəlir B-ni B-yə vuranda B kvadrat. Bərabər neçəyə vermişdik? 3-ə. Çarpaz şəkildə vursaq, onda olacaq A kvadratı, üzərinə gəlir B kvadratı, bərabərdir 3AB. Bizdən nəyi soruşur? Bizdə verilən ifadəyə baxın. Fikir versəz, A kvadratı üzərinə gəl B kvadrat. Burada nə var? A kvadratı üzərinə gəl B kvadratı nəyə bərabər? 3AB. Yəni biz buradakı ifadənin yerinə elə nə yazacağıq? 3AB. Yəqin fikrim aydın oldu. Niyə yazdıq? Çünki A kvadratı ilə B kvadratını toplayanda burada qeyd etdiyimiz 3AB-ni verir. Həmin bu ikisinin yerinə biz nə yazdıq? 3AB. Üzərinə gəl. 4AB-də öz yerində. 4AB. Bölünsün. Yenə də məxrəcə fikir verin. A kvadratı işarəsi ilə bir işdir. Plus B kvadratı varmı? Bəli, var. Yəni yenə də A kvadratı plus B kvadratın yerinə yazırıq. 3AB çıx nə? AB. Qeyd edək. Bu da bərabər olar. 3 üstə 4 sürətli olacaq 7AB. Bölünsün. 3AB-dən AB-nə çıxanda 2AB. AB-lər burada bir-birinə ixtisar oldu. 7-ni 2-yə böləndə cavab düşdü 3,5. Yəni 23-cü, daha doğrusu 24-cü. 24-cü suallara cavabımız oldu 3,5. Və nəhayət silək, fikrimizi qarışdırmasın. Nəhayət 25-ci və sonuncu sualımıza baxırıq. 25-ci sualda bizə deyir: A parametrinin neçə tam qiymətində kəsiri x-in istənilən qiymətində düzgün olmayan kəsir. Ümumiyyətlə, düzgün olmayan kəsir necə olurdu? Məxrəc sürətə bərabər və yaxud da sürət məxrəcdən böyük. Yəni, məsələn, tutaq ki, deyirəm 6-da 6, 6-da 7, 6-da 8 və belə davam edir. Yəni, ən kiçik düzgün olmayan kəsir hər zaman, ən kiçik düzgün olmayan kəsir hər zaman 1-dir. 1, sonra 1,2 və s. Belə davam edir. Düzdürmü? Əgər düzgün olmayan deyirsə, düzgün olmayan kəsir. Düzgün olmayan kəsir deyirsə, mütləq həmin bu ifadə nə olmalıdır? Əgər böyük olmalıdır. Çünki kiçik olsa 1-dən düzgün olan kəsir olur. Böyük olmalıdır. Böyük və bərabər. Çünki 1 də olsa, 1-ə də bərabər olsa, 1-ə bərabər necə olar? Məsələn, sürət də olar 42, məxrəc də olar 42. Onlar düzgün olmayan. Amma və yaxud da sürət 47, məxrəc məsələn 15, yenə də düzgün olmayan. Amma əksinə sürət tutaq ki, olsa 12, məxrəc olsa 23, bu düzgün olan olar. Və bu ifadə nə olar? 1-dən kiçik. 1-dən böyük bərabər olanda isə, məsələn 5-də 9, 1-dən böyük bərabərdirmi? Bəli. 1-dən böyük bərabər olanda isə düzgün olmayan kəsir olmuş olur. Yəni bura qədər yəqin ki, artıq aydın. Çarpaz şəkildə vursaq, çarpaz vurmamışda bir şey göstərim. Deməli, x kvadratı plus 3. X kvadratı hər zaman 0-dan böyük bərabərdir. Çünki hər hansı bir ədədin kvadratı 0-dan mütləq böyük bərabərdir. Və üzərinə gəlsin 3 yazdığımıza görə. Deməli, bu ifadə hər zaman böyükdür artıq nədən? 0-dır. Çünki bu ən kiçik qiymət x kvadratını 0 edir. 0 üstə 3 edir. Yəni 0-dan böyükdür. 0-dan böyükdürsə və müsbətdirsə, bu ifadə müsbətdirsə, 1-dən böyük bərabər olması üçün deməli üstdəki ifadə də, yazılan bu ifadə də nə olmalıdır? Müsbət olmalıdır. Yəni 0-dan böyük olmalıdır. Çarpaz indi vuraq. Üstə olacaq 2x kvadratı, üzərinə gəl ax plus 19. X kvadrat plus 3 ilə 1-ə vuranda bu da elə x kvadratı plus 3 etmiş olur. Və buradan isə bir dəfə elə keçirdərək eyni tərəfə çıxılsın yazarıq. İşarəsi dəyişməsi sizi çaşdırmaz. Deyək ki, bu ifadə müsbətdir. Bu da bizə nəyi verir? Müsbət. Deməli, həmin bu verilən ifadədə böyük bərabər olmalıdır. Nədən? 0-dan böyük bərabər olmalıdır.
və burada olacaq 2x kvadratından çıxanda x kvadratın qalar x kvadrat. Üzərinə gəl ax. 19-dan çıxısında axı. 3-ün çıxanda yerdə qalır 16. Böyük bərabər 0. Burada diskriminantı həll etsək, onda diskriminant bərabər olacaq. A-nın kvadratı çıxılsın 4 vur 16-ya. Bu da olacaq a kvadratı çıx 64. Və biz dedik ki, üst tərəf həmin verilən ifadədə, həmin bu ifadədə nə olmalıdır? Sıfırdan böyük bərabər. Və diskriminantın da, yəni daha doğrusu verilən kvadrat həllində qiymətinin mənfi olmaması üçün, yəni müsbət olması üçün nə olmalıdır? Diskriminant mütləq kiçik bərabər olmalıdır. Nədən? Sıfırdan. Çünki diskriminant sıfırdan kiçik bərabər olmalıdır ki, ifadə nə olsun? Bizə verilən ifadə sıfırdan böyük bərabər olmuş olsun. Onda burada davam etsək, yazaraq ki, a kvadratı çıx 64 kiçik bərabər sıfırdan, a kvadratı kiçik bərabər 64-dən, nəyin kvadratı 64? 8-dən. Onda a kiçik bərabər olmalıdır 8-dən, böyük bərabər olmalı isə mənfi 8-dən. Çünki kvadrat söhbətindən danışılır. Bunu ədəd oxunda da yaza bilərsiniz. Eyni şeydir. Yəni burada göstərəm. Tam aydın olsun. A kvadratı çıx 64 kiçik bərabər 0. 64-ü 8-in kvadratı kimi yazmaq olar da. Yəni a çıx 8 kvadratlar fərqi. A plus 8 kiçik bərabər 0. Ədəd oxununda göstərəm. Deməli, bir dəfə 8, bir dəfə isə mənfi 8. 8-dən böyük qiymət verəndə müsbət, mənfi, müsbət olur. Bizə nə lazımdır? Sıfırdan kiçik hissələr. Və yaxud da eyni şeydir burada yazdığımız. Sıfırdan kiçik bərabər ala biləcəyi aralıqlar oldu. Mənfi 8-dən ta ki 8-ə kimi ikisi də daxildir. Və bizdən soruşur ki, neçə qiymət ala bilər? Sayları isə 8 üst-üstə gəlinsin. 8, bir də 0-ın özünü yazanda bir dənə də burada 17 ədəd olmuş olur. Yəni mənfi 8, mənfi 7, mənfi 6, belə-belə 0, 1, 2, ta ki 8-ə kimi. Nəysə, güman edirəm ki, bu sualın da izahı tam aydın olmuş olar. Yəni, buradakı sualların səviyyələrini həm asan, həm orta, həm də çətin tipli, belə deyək, seçdik ümumi qarışıq şəkildə. Sizlər üçün faydası olmuş olsun. Faydası oldusa, videonu bəyənib, paylaşıb, sizlər də mənə dəstək ola bilərsiniz. Və hər hansı bir irad təklifiniz varsa, rəy bölməsinə qeyd edə bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti video izahda görüşənədək, hələ ki, hələlik.